Abdülğani el-Maqdisi Tövbə edənlər kitabında bir qissə gətirir. İbrahim İbni Ədhəmdən. Və bir kişi onun yanına gəlir və deyir ki, ey Əbu İshaq, mən çox günah edən bir kimsəyəm. Mənə elə bir şeylər söylə ki, o məni, sənin dediklərin məni günahlardan çəkindirsin və mənim qəlbimi o günahlardan xilas etsin. Və ona deyir ki, əgər mənim dediklərimi 5 şey deyəcəm, 5 xislət, onları qəbul etsən və onları yerinə yetirməyə qadir olsan, etdiyin günahın, asiliyin sənə heç bir zərəri toxunmaz və heç bir ləzzət də səni həlak etməz. Və deyir ki, ey Əbu İshaq, de gəlsin. Və deyir ki, onlardan birincisi, əgər Allahın ruzisini, əgər Allaha asi olmaq istəyirsənsə, Allahın ruzisindən yemə. Yəni, Allahın bəxş etdiyi ruzidən yemə. Və o da deyir ki, mən necə yeməyə bilərəm ki, yer üzərində nə ruzi varsa, hamısı Allahındır. Və onda İbrahim Ədhəm ona deyir ki, ya hədə, əfə yəhsun ən təəkulə rizqəhu və ta'si. Və deyir ki, ey filan kəs, sənə yaraşarmı? Allahın ruzisini yeyərsən, sonra Allaha asi olasan. Deyir ki, yaxşı, bunu qəbul etdim. İkincini gətir. İbrahim Ədhəm deyir ki, və idə araddə ən ta'siyəhu fələ təskun şeyən min bilədihi. Əgər Allaha asi olmaq istəyirsənsə, onda Allah Teala'nın yaratdığı yerdə, bölgədə sakin olmayan yaşama. Və o da deyir ki, bu birincidən daha böyükdür, daha ağırdır. Əgər məşriq, məğrib və arasında olanlar Allahındırsa, onda mən harada yaşayayım? Və onda İbrahim İbn Ədhəm deyir ki, ya hədə, əfə yəhsun ən təəkulə rizqəhu və təskunə bilədə və ta'si. Deyir, filan kəsdir, heç yaraşarmı? Və sən Allahın ruzisindən yeyirsən və onun yaratdığı yerdə yaşayırsan və sonra ona asi olursan. Deyir ki, bunu da qəbul etdim. Deyir, üçüncünü de. Və deyir ki, İdə aradtə ən ta'siyəhu və əntə təhtə rizqihi və fi bilədihi fandur mevdi'an la yarakə fihi mübarizən lehu fa'sihi fi. Əgər deyirsən Allaha asi olmaq istəyirsənsə və onun verdiyi ruzidən yeyir və onun yaratdığı yerdə yaşayırsansa, onda elə bir yerdə günah et ki, o səni görməsin. Və o da deyir ki, bu da mümkün deyil. Çünki Allah Teala bütün hər bir şeyi, bütün gizlinləri də görəndir. Və onda deyir ki, ya hədə, əfə yəhsun ən təəkulə rizqəhu və təskunə bilədə və ta'si və huvə yarak və yara mə tücahiru bih. Və deyir, sənə yaraşarmı deyə onun ruzisindən yeməyin və onun yaratdığı yerdə yaşamağın və asi olduğun zaman da o səni görür. Ona asi olmaq sənə yaraşarmı? Deyir, yaxşı, bunu da qəbul etdim. Dördüncünü gətir. Və deyir ki, İdə cəəkə mələkul məvti liyəqbidə ruhaq fəqul ləhu əxirni. Əgər deyir, ölüm mələyi sənin canını almağa gələrsə, de ki, mənə möhlət ver, mən Allaha səmimi tövbə edim və salih əməllər edim. Və o da deyir ki, ölüm mələyi məndən bunu qəbul etməyəcəkdir. Və onda deyir ki, ya hədə fə əntə ilə ləm təqdir ən tədfə ankəl məvt. Əgər sən ölümü özündən dəf edə bilmirsənsə, tövbə etmək üçün və o sənə gəldiyi zaman möhlət verilməyəcəksə, necə deyir, xilas olmağı ümid edirsən? Deyir ki, bunu da qəbul etdim. Onda beşincini de. Və deyir ki, İdə cəətkə zəbaniyə yevməl qiyamə liyəxudukə ilən-nar fələ tədhəb ma'hum. Yəni, qiyamət günü zəbanilər, yəni cəhənnəm mələkləri gəldiyi zaman səni aparmaq üçün, səni cəhənnəmə aparmaq üçün onlarla getmə. Və deyir ki, onlar məni tərk etməyəcəklər. Onlar məndən bunu qəbul etməyəcəklər. Və onda deyir ki, fəkeyfə tərcun nəcətə idən. Onda sən necə xilas olmaq istəyirsən? Və bunu eşitdiyi zaman deyir ki, artıq mənə kifayətdir. Mən Allahdan bağışlanma diləyir və ona tövbə edirəm.